Adətən desək, orada belə deyim sizə, bizdə misal üçün gəlindən pul vermirlər, burada onun 10 qatını verirlər. Yəni belə hər bir gəlinin addımında elə bil toy müddəti qohum əqrəbası oğlan tərəfdən gəlinə pul verirlər. Bunların toy paltarları qırmızı olur. Bizimki ağ olur. Gəlinlikləri də belə deyək. Toy gəlinlikləri qırmızı olur. Bəli. Pul dediyiniz, misal üçün bizdə gəlin oynayır, oynayanda qohum gəlir, misal üçün əlinə pul belə qoyur, belə tutur əlində, elə tipli deyirsiniz də? Elə tiplidir, hə. Burada misal üçün bizdə var, misal üçün qapının önündə elə bil ki, bəy girmir içəri, o vaxt pul vermək, onlarda da eynidir. Qapını kəsirlər bizdə. Qapını kəsirlər, pul verirlər, hə. Sonra misal üçün maşınla gedir gəlin, maşınla gedəndə gəlin, ev yolunu kəsib pul ver, götürmək. Yəni bizdə də məncə o adət var bizdə də, hə. Da, sonra toyda, bunların toyu deyimizsə çox belə musiqi falandan keçmir bizdəki kimi. Bunlarda toy maksimum 2 saat, 3 saat olur. Onlar da otururlar, yeyirlər, içirlər, çıxırlar, gedirlər. Bizdəki kimi deyil. Biz oynamaq yoxdur, bir mahnı olmur. Hə. Toya elə bil ki, girəndə sən ağ konvertlə girirsən qapıda. Ki, yəni o pul təqdim olunmalıdır mütləq şəkildə. Girən kimi, hə. Elə bil ki, o konverti elə bir təhvil verib, ondan sonra sən girirsən toya. Əslində belə deyim, pul yığmaq bunlarda da var. Pul yığmaq bunlarda da var.